Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün görüntüsü ləzzəti görüntüsündən gözəl olan Anjelika pirojnaları hazırlayacağım. Sizlər də belə ləzzətli pirojna hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əvvəlcə pirojnamızın kekini hazırlayaq. 4 ədəd yumurta götürürəm. 4 ədəd yumurtanın ağını sarısından ayırıram. Sarısını götürüb ağını mikser qabına töküb mikseri işə salıram. Üzərinə 1 stəkan da şəkər tozu əlavə edirəm. Şəkər tozu ilə yumurtanın ağı biraz çalındıqdan sonra yumurtanın sarısını əlavə edirəm. Məndə kənd yumurtaları olduğu üçün belə edirəm. Əgər mağaza yumurtasıdırsa, siz ağlı sarılı da bir dəfəlik çala bilərsiniz. Bu pirojnanın püf nöqtələrindən biri, yəni gözəl şəkildə alınmasının səbəbi yumurta ilə şəkər tozunun gözəl şəkildə çalınmasıdır. Əgər siz yumurta ilə şəkəri yaxşı çalıb köpürtsəniz, sizin hazırladığınız pirojnalar həm yumuşaq, həm də gözəl alınacaqdır. 4 xörək qaşığı qatlaşdırılmış süd, yarım armudu stəkan duru yağ əlavə edib azacıq qarışdırıram. Bu da çayını sodadır. 1 çay qaşığı çayını sodanın üzərinə 2 xörək qaşığına qədər alma sirkəsi əlavə edib, alma sirkəsində çayını sodanı söndürüb, onu da tökürəm. Bu testanın üzərinə də 2 stəkan un tökürəm. Unu da ələmişəm. Ələdikdən sonra tökürəm. Listin içərisinə yağlı kağız sərirəm və hazırladığım kekin xəmirini belə yayıram bu listin içərisinə. Belə çətin yayılır, ona görə çətin yayılır ki, tərkibində qatlaşdırılmış süd var. Hazır olandan sonra 170 dərəcə isitdiyim sobada tam qızarana qədər bişirirəm. Artıq baxın, hazırdır. Keki çıxardıram sobadan çıxardıram və qoyuram kənara soysun. İndi isə zavarno krem hazırlayıram. Əvvəlcə 1 stəkan şəkər tozu götürürəm, qazanın içərisinə tökürəm. Üzərinə 2 dolu xörək qaşığı un əlavə edirəm. Onu yenə də qeyd edirəm, əvvəlcədən ələmişəm. Yəni əvvəlcədən deyəndə tortu hazırlayarkən əliyirəm. Əvvəlcədən hazırlayıb yığmaq olmaz. Bunu şəkər tozu ilə unu yaxşı qarışdırıram ki, üzərinə süd əlavə edəndə un içərisində topalanmasın. Üzərinə 2 stəkan da süd əlavə edib, odun üzərinə qoyub bişirirəm. Dayanmadan qarışdırıram. Mütləq dayanmadan qarışdırmaq lazımdır ki, dibi yapışıb və içərisində topalanmasın. Yəni kaşa halına gələnə qədər qarışdırıb bişirirəm. Artıq bişibdir, hazırdır. Odun üzərindən götürürəm. Üzərinə isti belə adnaraz və klok sərirəm ki, üzəri qaysıqlamasın və qoyuram kənara, bu da soysun. İndi isə kərə yağı ilə qatlaşdırılmış südün kremasını hazırlayacağım. Yumşalmış 250 qram kərə yağını mikser qabımıza əlavə edirəm. Qatlaşdırılmış südü mən bişmişini xoşlayıram. Özünüz də bişirə bilərsiniz. Qatlaşdırılmış südü dərin qazanın içərisinə qoyub 2 saat su üzərinə çıxmaq şərti ilə 2 saat bişirə də bilərsiniz. Ya da ki, marketlərdə hazır bişmiş qatlaşdırılmış südlər var. Onlardan alıb istifadə edə bilərsiniz. Mən özüm qaynadıb hazırlamışam. Yağ təmiz çalındıqdan sonra qatlaşdırılmış südü də əlavə edib qarışdırıram. Mikser qarışdırır daha doğrusu. Üzərinə 1 paçka da vanilin əlavə edirəm. Artıq kremimiz hazırdır. Mikseri söndürürəm. Baxın, hazırdır. Bunu da qoyuram kənara.
Kremi kənara qoyuruq. Çünki bişirdiyimiz kremdə soymalıdır ki, biz onları qatışdıraq, yəni biri-birinə. Ona qədər də hazırladığımız, soyutduğumuz bu kekin yağlı kağızını soyub çıxardıram və belə bir su stəkanının köməkliyi ilə bunu kəsib doğrayıram. Siz istənilən ölçüdə götürə bilərsiniz. Kiçik ölçü istəyən armudu stəkanına da kəsə bilər. Lap çay stəkanı ilə də kəsib götürə bilərsiniz. Bu şəkildə olanda ölçüsü daha gözəl görünür. Artıq doğradım, hazırdır. Bu da kənarlarından qalan qırıntılardır. Bu qırıntılarını da əlimlə oxalayıram. Çünki bu əzirəm. Çünki bu bizə Angelikanın bəzənməsində kənarlarının gözəl şəkildə olması üçün lazım olacaqdır. Angelikaya gözəl dad, ləzzət verən qozdur. Qozu əvvəlcədən bir gün əvvəl yumuşam, süfrənin üzərinə sərib qurutmuşam. Onu da çox da xırda olmamaq şərti ilə blenderdan keçirirəm. Mütləq qozu yumaq lazımdır. Çünki çərəzlərə dərman vurulur. Onların mütləq tərtəmiz yumaq lazımdır ki, yəni təmiz olsun. Bu da o kənarları, korjları əlimlə əzmişəm. Daha da narın olsun deyin. Bir dəfə də blenderdan keçirirəm. Artıq bu da hazırdır. Kənara qoyuram. Keçək kremini tam hazırlayaq, yəni tamamlayaq. Bu bişirdiyim zavarnoy kremdir. Artıq soyubdur. Onu çaldığım kərə yağı ilə qatlaşdırılmış südü çalmışam. Onun üzərinə bişirdiyim bu zavarnoy kremi də əlavə edib qarışdırıram. Belə edəndə tortlarda hazırladığınız tortların dadı, ləzzəti gözəl olacaqdır. Bir növ elə bil dondurma dadı verir. Çox ləzzətli olur bu krem. Kremimiz tam hazır olana qədər qazanın içərisində qalan bişirdiyim kremi də tökürəm. Mikser qabımızın içərisinə. Artıq kremimiz də hazırdır. Mikseri söndürək. Baxın, görün necə gözəl krem alındı. Biraz da belə spatula ilə qarışdıraq. Çox ləzzətli bir krem alındı. Artıq pirojnaları, yəni kremləyib hazırlaya bilərik. Əvvəlcə 2 hissəyə bölürəm. Doğradığım bu keki 2 hissəyə bölürəm ki, kremi daha yaxşı canına çəkib, onda daha gözəl olsun. Kəsdikdən sonra, 2 hissəyə böldükdən sonra əvvəlcə krem çəkirəm. Daha sonra blenderdan əzdiyim qoz ləpəsindən əlavə edirəm. Yenidən ikincini də bu şəkildə kremləyib qoyuram üzərinə. Kremlə indi həm üzərini, həm də kənarlarını kremləyirəm ki, mən o ovuntuya salanda, yəni tez alınsın. Yəni gördünüz, alçaqdırsa, 3-cü nazik bir qat da qoya bilərsiniz. Mən burada 3-cü qatı da qoydum. Yəni biraz hündürlüyü alçaq olduğu üçün bunu da qoyuram. Yenə də eyni qaydada krem çəkdikdən sonra biraz blenderdan keçirdiyim qoz da əlavə edirəm üzərinə. Daha sonra hazırladığım bu ovuntuyla bütün hər yerini bu şəkildə bəzəyirəm. Düzdür, biraz əziyyət tələb edən pirojnadır, ancaq sonda o qədər gözəl bir nəticə əldə olunur ki, yəni çəkdiyimiz əziyyətə dəyir. Qalan pirojnaları da eyni qaydada hazırlayıram. Əvvəlcə krem çəkirəm, sonra qoz ləpəsi töküb, yenidən ikinci qatı qoyub, yenə də krem çəkib, ovuntuda bu şəkildə ovuntuda töküb, belə bir gözəl şəkil verənə qədər hazırlayıram. Bu da son. Pirojnaların hazırlanma qaydası kanalımda var. Ancaq o video gözəl alınmadığı üçün bu videonu yenidən hazırlayıb paylaşıram. İnanıram ki, hazırladığım pirojnaları bəyənəcəksiniz.
və videomun altında bəyənib bəyənməməyinizi, öz gözəl yorumlarınızı yazmağı da unutmayacaqsınız. Sizlər də hazırlayın, dadın. Hazırlayıb dadanlara nuş olsun deyirəm.